Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve sallallahu ala Muhammedin ve alihi tahirin. Ve la'nu daim ala a'daihim ecma'in. Deməli, bildiyiniz kimi, debat fərarisi bizim verdiyimiz suallardan, mövzulardan qaçdı. Hətta mövzudan mövzuya atlansa da biz o mövzularda cavab verdik, bir neçə video düzəltdik, yenə də mövzudan qaçdı və öz təklif etdiyi debatdan da üz görünmə bəhanəsini gətirib, bu bəhanə arxasında gizlənib qaçdı və qardaşlardan bəziləri bizə deyirlər ki, bu şəxs, deməli, xanım Zəhra ilə səlamullah aleyha, İmam Əlinin aleyhissalam arasında olan dırnaq arasında bəzi söz-söhbətləri, narazıçılıqları, davadalaşı güya işıqlandırır. Baxın, bizim şiə qardaşlardan bir giləyim var, bir iradım var, hər necə başa düşürsünüzsə. Düzdür, şiələr hər zaman əhl-i sünnənin, vəhabilərin qəti, səhih dəlilləri ilə onların cavabını veriblər və sizin də zehninizdə şiə ancaq cavab verən bir şəxs kimi nəzərdə qalıb. Bu da gözəldir, olsun. Şübhə varsa bunu dəf edib insanların beynindən bu şübhəni çıxarmaq lazımdır. Amma bir qədər zirəng olun, təhacüm üslubunu seçin. O bəhslərdən ərsəyə gələn məsələləri qarşı tərəfə siz hücum edin, çatdırın. Onlar cavab versinlər. Məsələn, debat fərarisinə biz nə qədər cavab verdik, qaçdı, cavab vermədi, getdi, başqa mövzulara çıxdı. Onu nə etmək lazımdır? Başqa mövzuya gedəndə, madam kanalında görmüşsünüz bu, onun bəhslərini, elə ona təzyiq edin ki, cavab versin bizim videolarımıza. Onlar cavab versinlər bizim videolarımıza. Biz elə belə danışmırıq ki, madam mövzu açıblar, cavab vermişik, biz də onlara hücum etmişik, sual vermişik, buyurub cavab versinlər. Və yaxud linklərimizi atın ona, baxsın, cavab versin, tələb eləyin ki, cavab versin. Necə ki, öz tərəfdarları biz o qədər vurduq, öz tərəfdarları məcbur edilər, onu görə cavab versin, verə bilmədi, qaçdı. Bu, o cür etmək lazımdır. İkinci giləyim nədir? İkinci giləyim bundan ibarətdir ki, qarşınıza şiənin əleyhinə hər nə çıxsa, tez şübhəyə düşməyin. Bilin ki, 100% onun şiədə cavabı var. Və bilin ki, vəhabilər nəsə qatıblar ora. Biz dəfələrlə sübut eləmişik yalanlarını. İbn Teymiyyə kimi şeyxləri yalan danışır. Biz 20 dənə bəhs hazırlayıb göstərmişik. O ki, qaldı bunlar olsun. Üçüncü giley nədir? Qarşı tərəf danışanda mütləq ondan tələb edin, dediklərinin əvvəla sənəd cəhətindən sübut eləsin, isbat eləsin. Onsuz da biz cavab verəndə də ondan tələb edirik. Deyirik ki, bunun sənədini göstər. Sənəd qeyd etmisənmi burada? Xeyr. Sənədini göstər, görə dediyin səhihdir, yoxsa yox. Əvvəla sən həmin dediklərinin sənədini gətir görək, sənədini isbat eləyə bilsən, səhihdir, yoxsa yox. O dediyin məsələlər ki var, cənin kimi, bətində olan uşaq kimi büründün, xanım Zəhra səlamullah aleyha, İmam Əliyə deyir aleyhissalam, iştəməltə şimlətəl, yaxud şəmlətəl cənin və qa'attə hucrətəl zanin. Bu məsələləri əvvəla sənədini gətirir ki, görək bu səhihdir, yoxsa yox. Bu bir. İkinci məsələ, hətta fərz elə ki, sənədi səhihdir. Məsələnin mətninə baxanda, diyaloqların mətninə baxanda, sən hardan çıxarmısan ki, orada o danlamaqdır, o təhqirdir. 100% vəhabi orada o sözləri təhqir kimi qələmə verib də, yəni təhqir kimi qələmə verməsə əslən bu bəhsi hazırlamaz. Bu sözlərin təhqir olduğunu sən hardan çıxartdın? Bir diyaloqun tərəfləri, iki tərəf ki, bir-birinə danışır. Bir-birinə dediyi sözlərin təhqir olub olmadığını bilmək üçün birinci mövzu söhbət nədən gedir ona baxmaq lazımdır. İkinci həmin şəxslərin şəxsiyyətinə baxmaq lazımdır. Mövzu nədir? Fədək xütbəsində o söz-söhbətlər nədir? İmam Əli əleyhissalam Peyğəmbərin vəsiyyəti əsasında qiyam etmədi. Necə ki, Osman haqqında deyirlər ki, Peyğəmbər demişdi ki, sənə qarşı qiyam etsələr sus. İmam Əli əleyhissalam qiyam etmədi və xanım Zəhra səlamullah aleyha bu barədə onunla danışır. Və müəyyən ərəblərin vaxtında təşbih var idi, indi də var, bənzətmə. Bəlağət elmində bu var. Vəzih-i şəbəh var, müşəbbəh var, müşəbbəhun bih var. Bu məsələləri Vəhabi inşallah əgər bu səsimizə cavab versə, bu videoya hünər edib cavab versə, davamını gətirəcək inşallah, ətraflı danışacaq. Müəyyən təşbihlər var, bənzətmələr var və İmam Əlinin aleyhissalam evdə oturmasını, məzlumiyyətini çatdırıb əslində cəmaata. Ki, sən məzlum, onun dediyi sözlər onun məzlumiyyətini çatdırır. Sən evdə oturdun, qılıncığı qoydun, sən şir idin, bundan qabaq belə eləyirdin, bunlara növbə çatanda etmədin, sustun, haqqı tələb eləmədin və s. Bunlar hamısı onun məzlumiyyətini çatdırmaq üçündür. Və burada heç bir təhqiramiz sözlər yoxdur. Hətta nəyəsə təşbih etsə belə təhqiramiz bir söz deyil, söz yoxdur burada. İkinci, həmin deyilən sözləri deyən şəxslərin şəxsiyyətinə baxmaq lazımdır. Ən mühüm nöqtə budur. Bir qayda olaraq bunu yadda saxlasın şiə qardaşlar, hətta vəhabilərdir.
Bizim əqidəmizə əsasən xanım Zəhra salamullahi aleyha məsumdur. İmam Əli əleyhissalam məsumdur. Hər nə iki məsumun arasında zahirən sənin aləmində bir-birinə zidd olan, dava qırğın kimi görünən, təhqir kimi görünən söz olsa, bilin ki, onun mətni nədir? Zəifdir. Daha doğrusu sənədi zəifdir. Əvvəl sənədini sübut etmək lazımdır. İkincisi, hətta sənədi belə səhih olsa, deyilən sözləri məsumun ismətinə uyğun olaraq izah vermək lazımdır. Niyə? Çünki ağıl belə hökm edir ki, iki nəfər məsumdursa, günahı yoxdursa, bir-birinin arasında dava düşməməlidir. Biri o birisini təhqir etməməlidir. Çünki təhqir etmək ismətdən çıxarır insanı, məsumiyyətdən çıxarır. Aydındır? Ondan əlavə, bu insanlar əxlaq sahibidirlər. Quran-ı Kərimin Təthir ayəsi, Əhzab surəsi 33-cü ayənin hökmünə əsasən hər ikisi məsumdur, pakdır. Səqələyn hədisinə əsasən İmam Əli əleyhissalam imamdır. Quran-ı Kərimin ayəsinə əsasən ulul əmrdir, əmr sahibi, ona tabe olmaq lazımdır. Xanım Zəhra salamullahi aleyha imam onun imamıdır, ona tabedir. Həmçinin xanım Zəhra salamullahi aleyha haqqında var ki, onu qəzəbləndirən peyğəmbəri Allahı qəzəbləndirir. Bizdə də var, Vəhabilərdə də var bu rivayətlər. Deməli, İmam Əli əleyhissalam onu qəzəbləndirməz. O da imama itaət eləyər. Bu məsumların haqqında belə şeylər heç vaxt olmaz. Hətta rivayətin sənədi səhih də olsa belə, mətndə görürsün ki, aralarında diyaloq başlayır, bir-birinə zahirən təhqir hesab etdiyin sözləri işlədirlər. Bilin ki, o sözlər təhqir deyil. Onun məsumun ismətinə uyğun olaraq izah vermək lazımdır. Açıq aşkar təhqir olsa belə də biz o hədisi qəbul etmirik. Çünki mümkün deyil. Bizim möhkəm, sabit, qəti əqidəmiz var. Quran və hədislərə əsasən nə qədər dəlillərimiz var, onlar pak məsumdurlar. Pak məsum insanlar bir-birini təhqir etməzlər. Deməli, o hədislərin heç birini biz qəbul etmirik. O da nə zamandır? Deyilən sözlərin zatında təhqir olsa. Məsələn, biz Sahih Müslimdən bu debat fərarisinin qabağına rivayət qoyduq, qaçdı getdi, cavab vermədi. Ömər deyir ki, ey Əli, sən və Abbas, Əbu Bəkir sonra məni xain, yalancı, vəfasız hesab etdin, fasıq hesab etdin. Xain sözünü sən yaxşı mənaya yoza bilməzsən. Xain xəyanət eləyəndir. Kəzib sözünü yaxşı mənaya yoza bilməzsən. Fədəş haqqında danışır, Əbu Bəkir deyir ki, peyğəmbərlər iş qoymur, imam deyir, Ömər deyir ki, siz onu yalancı hesab elədiniz. Bunu sən başqa yaxşı məna izah verə bilməzsən buna. Amma xanım Zəhranın salamullahi aleyha Əli əleyhissalam haqqında dediyi sözlərin zatı olaraq heç bir təhqir yoxdur o sözlərdə. Üstə gəl məsum şəxsin dilindən çıxan sözdür və məsum şəxs haqqında deyilib. Bu qədər xülasə şəkildə dedim ki, bir mənalı olaraq qaydanı başa düşün və bu səsim inşallah Teala Vəhabi buna cavab versə, debat fərarisi ətraflı şəkildə cavabına inşallah cavab verərik. Bunu sadəcə dedik ki, şübhə zehinlərdə qalmasın. Vəlhamdülillahi Rabbil aləmin və sallallahu alə Muhammedin və alihi tahirin.